Salam əziz izləyicilər, mən coğrafiya müəllimi Fatimə Əzizova. Bugün sizlərə yerin öz oxu ətrafında hərəkəti və onun coğrafi nəticələrini izah edəcəm. Öncəliklə biz bilirik ki, yer kürəsi öz oxu ətrafında 24 saata fırlanır və bu 24 saat ərzində 360 dərəcə meridianı kəsir. Necə 360 dərəcə? 180 dərəcə şərq yarımkürəsi və 180 dərəcə qərb yarımkürəsi. Və nəticədə nə olur? 360 dərəcəni 24 saata fırlanır, düzdür? Yaxşı. Bəs 1 saata neçə dərəcə fırlanacaq? Yəni 360-ı bölək 24-ə nə edəcək bu? 15. Bu nə deməkdir? Yer kürəsi 1 saata 15 dərəcə fırlanır. 1 saatın içərisində 60 dəqiqə var. Düzdür? Tamam. Bu 60 dəqiqəni yer kürəsi 15 dərəcə. Yəni 60 dəqiqə fırlananda 15 dərəcə keçmiş olur. Onda 1 dərəcəyə neçə dəqiqə düşür? 60-ı bölərik 15-ə, 60-ı da 15-ə böləndə 4 dərəcə edir. Yəni 1 dərəcədə, daha doğrusu 4 dəqiqə edir, üzr sayın. 1 dərəcədə bərabərdir 4 dəqiqəyə. Sizin burada əzbər bilməli olduğunuz, əslində bu əzbər deyən bir məntiqi var, amma yenə də yadda saxlamalı olduğunuz birinci əsas nüans budur. 1 saat 15 dərəcədir və 1 dərəcə 4 dəqiqədir. Tamam, bəs yer kürəsi öz oxu ətrafında fırlananda hansı hadisələr baş verir? Gecə və gündüz növbələşir, briz küləkləri formalaşır, dağ-dərə küləkləri yaranır, daha sonra qabarma çəkilmə hadisəsi baş verir, şehin düşməsi, dumanın yaranması, yəni bunlar hamısı sutkalıq ritmik proseslər sayılır. İki cür vaxt keçəcəyik, yerli vaxt və qurşaq vaxtı. Gəlin birinci qurşaq vaxtı haqqında danışaq. Bayaq qeyd etdik ki, yer kürəsi 1 saata 15 dərəcə fırlanır və yaxud da yer kürəsinin 15 dərəcə fırlanması üçün 1 saat vaxt lazımdır. Və 24 saat qurşağı varsa, deməli hər saat qurşağı 15 dərəcəlik bir, deyək ki, paralel qövsünü tutur da, yəni bir qövsü tutur. Yəni, və yaxud da 15 dərəcə meridiandan ibarətdir, meridian hissəsindən ibarətdir. Yaxşı, bəs bunların sərhədləri hardan keçir? Öncəliklə orta meridianlarını bilməlisiniz. Baxın, burada saat qurşaqlarını görürsünüz. Şərq yarımkürəsi boyunca 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci saat qurşağı belə davam edir, ta ki 24 və yaxud da 0-cı saat qurşağına qədər. Şərq yarımkürəsində görmüş olduğunuz kimi get-gedə artır. 0, məsələn 15, 30, 45 görürsünüz, orta meridiandan söhbət gedir. Qərb yarımkürəsinə keçdikdə, yəni 180 dərəcə uzunluğuna çatdıqdan sonra, məsələn 12-ci saat qurşağının orta meridianına çatmadı. Baxın, buradan davam edirik. Amma get-gedə artıq aşağı düşəcək. 180 dərəcə, 100, məsələn deyək ki 65 dərəcə, 150 dərəcə, ta ki 0 dərəcə, yəni 24-cü saat qurşağının orta meridianına qədər. Saat qurşağının orta meridianını başa düşdük. Bəs şərq və yaxud da qərb sərhədini necə tapacağıq? Bu da əslində çox asandır. Məsələn də, deyək ki, burada bir yer götürək. Deyək ki, gəlin 7-ci saat qurşağını tapaq. Necə taparıq? Orta meridianından başlayaq. 7 vurulsun 15 bərabərdir nəyə? 105-ə. Deməli, 105 dərəcə şərq uzunluğu 7-ci saat qurşağının orta meridianıdır. Şərq və qərb sərhədinə gəldikdə isə 105-in üzərinə 7,5 gəlirsiniz. Bir dəfədə 105-dən çıxırsınız 7,5-i. Bu nəyə bərabər olacaq? 105 plus 7,5, 112,5. 105-dən də 7,5 çıxanda bu da eləyəcək 92,5. Düz hesabladım, hə? 90, yox, 97,5. Hə. 112,5 və 97,5. Deməli, 105 dərəcə şərq uzunluğu 7-ci saat qurşağının orta meridianıdır. 112,5 onun şərq sərhəddidir. 97,5 isə onun qərb sərhəddidir. Baxın, bu tam olaraq 7-ci saat qurşağıdır. Yəni, bu belə tapılır. Qərb yarımkürəsi üçün də necə tapılacaq, onu izah edəcəm. Gəlin bir də qərb yarımkürəsinə baxaq. Artıq bilirsiniz ki, 12 saatdan sonra, yəni 14, 15, 16 və 24-ə qədər olan saat qurşaqlarında biz artıq qərb yarımkürəsində yerləşirik. Deyək ki, məsələn, 16-cı saat qurşağını hesablayır. Necə hesablayırsınız? Əslində çox da çətin deyil. 24-dən 16-ya çıxmalısınız. 24-dən 16 çıxanda neçə edir? 8. Ardıca nə edirsiniz? 8-i vurursunuz 15-ə. Bu eləyəcək 120 dərəcə. Amma 120 dərəcə nə? Qərb uzunluğu. Çünki biz qərb yarımkürəsindəyik. 120 dərəcə qərb uzunluğu 16-cı saat qurşağının
orta meridianıdır. 120 dərəcə qərb uzunluğu. İndi onun şərq və qərb sərhədlərini tapmaq lazımdır. Eyni şəkildə 120-nin üzərinə bir 7,5 gələcək. Bir də 120-dən çıxacaq 7,5. Toplayanda 127,5 eləyəcək. Çıxanda isə 112,5 eləyəcək. Qərb uzunluğu olduğunu nəzərə almalısınız ki, 112,5 bu tərəfdə olacaq. Daha doğrusu, yəni qərb yarımkürəsidir də, get-gedə azalıraq şərqə doğru. Bu onun şərq sərhəddidir. 127,5 dərəcə qərb uzunluğu isə onun qərb sərhəddidir. Baxın, bu əhatə edir bütünlüklə neçənci saat qurşağını? 16-cı saat qurşağını. Bu da oldu 16-cı saat qurşağı. Yəni, saat qurşaqlarını bu şəkildə tapırıq. Gəlin burada bir də sxemdə diqqətlə baxaq. Gördüyünüz kimi baxın. Məsələn, bayaq hesabladığımızdan 16-yı görə bilirikmi? Yox, görünür. Baxın, 16-cı saat qurşağı, baxın, buradadır. Və yaxud da 7-ci saat qurşağı şərq yarımkürəsində tapılma qaydasını yəqin ki, başa düşdünüz. Bu şəkildə hesablanır. Şərq və qərb sərhədlərində necə tapmaq lazımdır, onu öyrəndik. Və bir şeyi də təkrardan nəzərinizə çatdırmaq istəyirəm. Şərqə də, qərbə də gedərkən 7,5 ya toplayırsınız, ya da aldığınız cavabdan 7,5-ə çıxırsınız. Məsləhət görərdim ki, bu tipli olan məsələlər həll edərkən mənim çəkdiyim kimi sxem çəkəsiniz. Və indi hesablamaq ilk başda sizin üçün çətin ola bilər. Zaten elədir. Amma çoxlu sayda məsələ işlədikdən sonra məsələ işləmək sizə çox rahat gələcək üçün artıq beyninizdə onun harada yerləşdiyini təxmin edə bilərsiniz. Yəni artıq o andan sonra sxem çəkməyə ehtiyac yoxdur. Amma ilk dəfə işləyirsinizsə və bu mövzuyu ilk dəfə dərk eləməyə çalışırsınızsa, bəli, önəmlidir sxem çəkmək. Bu oldu hələ ki qurşaq vaxtı. Yaxşı, biz bəs məntəqənin hansı saat qurşağında yerləşdiyini? Məsələn, deyək ki, öyrəndik 12-ci saat qurşağı, deyək ki, hansı meridianlar arasında yerləşir. Bəs hər hansı bir uzunluğun hansı saat qurşağında yerləşdiyini necə tapaq? Misal üçün, hər hansı bir, deyək ki, uzunluq yazıram. Məsələn, yazacaq 68 dərəcə şərq uzunluğu. Bu hansı saat qurşağında yerləşir? Öncəliklə məntəqəmiz şərq yarımkürəsində yerləşir, düzdür? Tamam, toxunmuruq. 68-i bölürük 15-ə. Bu bölünəcək 4 dəfə, qalıq isə qalacaq 8. Burada diqqət etməli olduğunuz nüans nədir? Əgər sizin qalığınız 7,5-dən böyükdürsə, aldığınız cavabın üzərinə 1 əlavə etməlisiniz. Yox, əgər sizin qalığınız kiçikdirsə 7,5-dən, bu zaman olduğu kimi saxlayırsınız. Mənim qalığım 8-dir və bu 7,5-dən böyükdür. Deməli, mən 4-ün üzərinə 1 əlavə etməliyəm. 4-ün üzərinə 1 əlavə edəndə də bu 5-ə bərabərdir. Yəni, 68 dərəcə şərq uzunluğu harada yerləşir? 5-ci saat qurşağında. Və yaxud da başqa bir nümunə götürək. Məsələn, 100 götürək də 106 ya da 107 dərəcə şərq uzunluğu. Yəni, eyni qaydada hesablayırıq. 107-ni bölürük 15-ə. Bu bölünəcək 7 dəfə, qalıq qalacaq 2. Bu səfər qalığımız kiçikdir, ona görə toxunmuruq. Yəni, qalıq kiçik olduğu üçün 7 olduğu kimi qalır. Məntəqəmiz yerləşir 7-ci saat qurşağında. Şərq yarımkürəsində belə hesablanılır. Qərb yarımkürəsində də əslində yenə eyni qaydadır, sadəcə sonda bir 24-dən çıxma var. Məsələn, elə eyni enlikləri götürək. 68 dərəcə qərb uzunluğu, bir tərəfdə də 100, neçə yazmışdım? 107 dərəcə qərb uzunluğu. 68 qərb uzunluğunda eyni şey, baxın, 68-i bölürsünüz 15-ə. Eləyir 4, qalıq 8. 4-ün üzərinə 1 əlavə edirsiniz, edir 5. Buraya qədər gəldiniz, tamam. Qərb uzunluğunda yerləşirsə, sonda 24-dən 5-i çıxmalısınız, edir 19. Yəni, bu səfər bizim məntəqəmiz yerləşir 19-cu saat qurşağında. Və qəribəsi odur ki, məsələn, digəri də 6-cı saat qurşağında yerləşmişdi. Yox, deyən. Digəri 5-ci saat qurşağında yerləşmişdi, bu da 19. Yəni, bunların cəmi 24 edir. İndi isə 107 dərəcə qərb uzunluğu üçün hesablayırıq. Yəni, eyni şəkildə 107-ni bölürük 15-ə. Bu edəcək 7, qalıq 2. Toxunmuruq. Sadəcə 24-dən çıxırıq 7-ni. Nə üçün çıxdıq? Çünki qərb yarımkürəsində tərsinə gedirik də. Ona görə çıxmalıyıq. Burada da çıxanda qalacaq 17, yəni 17-ci saat qurşağında yerləşir bizim məntəqəmiz. Bu şəkildə məntəqənin yerləşdiyi saat qurşağı da bu şəkildə tapırıq. Bizdən iki məntəqə arasındakı qurşaq vaxtı fərqini istəyir və sonda nə edəcəyik?
Məsələn, deyək ki, 2 məntəqəmiz var. Məntəqələrdən biri məsələn yerləşsin 32 dərəcə şərq uzunluğunda. Digəri də yerləşsin 115 dərəcə şərq uzunluğunda. Bunların arasındakı qurşaq vaxtını istəyirsə, yenə dönə-dönə deyirəm, qurşaq vaxtını istəyir, yerli vaxtı istəmir. İkisinin də hansı saat qurşağında yerləşdiyini tapmalısınız. 32 dərəcə şərq uzunluğu 32 bölürük 15-ə. 2 qalıq 2 dəymirik, yerləşdi ikinci saat qurşağında. 115 şərq uzunluğu nə edirik? 115 bölürük 15-ə. Bu bölünəcək 7 dəfə, qalıq 10. Bu səfər qalığımız böyükdür deyənə 7-nin üzərinə 1 əlavə edirik, gedir 8. Şərq yarımkürəsidir, toxunmuruq, yerləşir neçənci saat qurşağında? 8-ci saat qurşağında. Biri 8-dir, biri 2. Necə tapacaqsınız fərqi? Təbii ki də 8-dən çıxarsınız 2-ni. Aralarındakı qurşaq vaxt fərqi 6 saatdır. Qurşaq vaxt fərqi hər zaman tam olur, yəni tam 6 saat, belə. Bu oldu qurşaq vaxtının hesablanma qaydası. Gəlin bir də ölkələrin yerləşdiyi saat qurşaqlarına bir də baxaq. Burada bir xəritəmiz olacaqdır. Baxın. Biz məsələn bayaq konkret deyirdik ki, saat qurşaqları 15 dərəcədən bir çəkilir, ümumi 15 dərəcəlik bir hissəni əhatə edir. Amma burada görmüş olduğunuz kimi sərhədlər ölkələr üzrə fərqlidir. Bəzi böyük ölkələr, ABŞ, Kanada, Rusiya kimi bir neçə saat qurşağında yerləşir. Amma buna baxmayaraq bəzi iri ölkələr də var ki, məsələn Çin kimi, görürsünüz, tək bir saat qurşağında yerləşir. Və yaxud da, məsələn, biz 0-cı saat qurşağına hansı meridian dedik? 0-cı meridian və yaxud da 24-cü saat qurşağı 0-cı meridian. Yəni Greenwich. Ona elə çıxır ki, Greenwich'in kəsdiyi bütün ölkələr 0-cı ya da 24-cü saat qurşağında yerləşməlidir. Düzdür, amma belə bir şey yoxdur. Baxın, Greenwich xəttinin kəsdiyi ölkələr Böyük Britaniya, Fransa, İspaniya, Əlcəzair, Mali, Burkina Faso, Qana və Togo və gördüyünüz kimi bəziləri 0-cı, bəziləri isə 1-ci saat qurşağında yerləşir. Yəni belə ola bilər. Coğrafi olaraq hətta Azərbaycan 3-cü saat qurşağında yerləşir. Amma rəsmi olaraq burada da görürsünüz 4-cü saat qurşağını götürüb. Bu belə. Yəni dediyim kimi coğrafi olaraq başqadır, rəsmi olaraq başqadır. Rəsmi olaraq bu görmüş olduğumuzdur saat qurşaqları. İndi davam edirik. Qurşaq vaxtını ümid edirəm ki, başa düşdünüz. İndi keçək yerli vaxtı öyrənməyə. Nədir yerli vaxt? Təbii ki, beynəlxalq tarix dəyişmə xəttində birazdan izah edəcəm. Yerli vaxt. Yerli vaxtda artıq dəqiqəsinə qədər fərq hesablanılmalıdır. Ancaq o məntəqələrin yerli vaxtı ilə qurşaq vaxtı üst-üstə düşür ki, meridianın dərəcə qiyməti 15-ə qalıqsız bölünsün. Yəni 15-ə qalıqsız bölünürsə, məsələn 45 dərəcə şərq uzunluğu. Yerli vaxtla qurşaq vaxtı üst-üstə düşür. Amma digərlərində artıq biraz fərqlidir. Deməli, Günəşin eyni anda çıxdığı məntəqələr eyni meridianda yerləşir. Yerli vaxt bir meridian üzərində olan bütün məntəqələr üçün eynidir. Artıq fərqli meridianda yerləşirlərsə, yerli vaxtları fərqlidir. Vaxt fərqinin hesablanma qaydası isə coğrafi uzunluq fərqi vurulsun 4 dəqiqədir. Çünki coğrafi uzunluq fərqi deyəndə, məsələn, 1 dərəcə belə fərq varsa, aralarında 4 dəqiqə fərq var deməkdir. Məsələn, 32 dərəcə şərq uzunluğu ilə 33 dərəcə şərq uzunluğu arasında 4 dəqiqə fərq var, gördüyünüz kimi. İndi gəlin baxaq, bu yerli vaxt necə hesablanır. Əslində, yerli vaxtın hesablanma qaydası çox sadədir. Məsələn, deyək ki, 2 məntəqə götürək. Çox vaxt 2 məntəqə arasındakı vaxt fərqinin tapılması olur. 2 meridian çəkirik. Məsələn də, birini yazaq 78 dərəcə şərq uzunluğu, digərini də yazaq, deyək ki, 135 dərəcə şərq. Fərqi yoxdur, yəni istədiyimi yaza bilərəm. Məsələn, mənə deyir ki, bunların arasındakı yerli vaxt fərqini tap. Qurşaq vaxtında nə edirdik? Birinci hansı saat qurşağında yerləşdiyini tapırdıq. Ondan sonra, deməli, onları çıxırdıq. Burada birinci çıxırıq, sonra onu saata və dəqiqəyə çeviririk. 135 və 78 arasındakı fərqi tapmalıyıq. 135-dən çıxacaq 78-i. Mən də elə rəqəm götürmüşəm. 35, 65, 63, yox, 62 deyə düşünürəm, deyil. Yetdi. Bəli, 57 dərəcə. Demək, bunların arasında 57 dərəcə fərq var. Yaxşı, indi 57 dərəcəyi biz çevirməliyik
saata və dəqiqəyə. Bunun üçün iki üsuldan istifadə edə bilərik. Yəni ikisini də izah edəcəm. Hansı sizə uyğundursa onu seçə bilərsiniz. Birinci üsul odur ki, bütünlüklə dərəcəyi dəqiqəyə çevirməliyik. 1 dərəcəyə bərabərdir 4 dəqiqəyə. Bizdə neçə dərəcə fərq var? 57 dərəcə. Deməli 57 dərəcə neçə dəqiqəyə bərabər olduğunu tapmaq üçün bunu 4-ə vururuq. Bu da eləyəcək 4, 7, 28, 4, 5, 22, 228 dəqiqə. Daha sonra isə 228 dəqiqə neçə saat və neçə dəqiqəyə bərabər olduğunu tapırıq. 228 dəqiqədir. Buna görə 60-a bölməliyik. 228-in içərisində 3 ədəd 60 olacaq. Yəni 3 saat olacaq. Çünki arada bir 180 dəqiqə var. 60-a bölməlisiniz. Bəziləri çaşıb 100-ə bölür. Əlaqəsi yoxdur. 60 dəqiqədə 60-a bölməlisiniz. 3 saat. Yerdə nə qədər dəqiqə qalır? 48 dəqiqə qalır. Yəni aradakı vaxt fərqi 3 saat 48 dəqiqədir. Gördünüz? Qurşaq vaxtında siz tam saat alırdınızsa, yerli vaxtda saat da ala bilərsiniz, dəqiqə də ala bilərsiniz. İndi deyək ki, bunu silirəm. Bizə deyir ki, 78 dərəcə şərqi uzunluğunda 3 saat 48 saat olsun 10:00. 3:48 nədir yazıram? Saat deyək ki 10:00-dur. Bəs 135 şərq uzunluğu saat neçədir? Bir qaydaya yada saxlayın. Nə olursa olsun, sizin istiqamətiniz şərqə doğrudursa, şərqə gedirsiniz. Olduğunuz məntəqədən şərqdə olan məntəqənin saatını tapmağa çalışırsınız. Toplamalısınız. Çünki irəli gedirsiniz siz zamanda. Geri getmiş olsaydınız, çıxardınız. 10:00-ın üzərinə 338-i, 3 daha doğrusu 48-i gəlirik. Bu da edəcək 13:48. Deməli, burada saat neçədir? 13:48. Gördüyünüz kimi yerli vaxt fərqi də eynən bu şəkildə tapılır. Yenə deyirəm, biz təbii ki bu misallarla kifayətlənməyəcək, əlavə misallarda işləyəcəm. İndi bəzi testlərdə gördüyümüz bir neçə termin var. Onlar da istəyirəm sizə izah edim. Məsələn, bəzən testlərdə qeyd olunur. Filan məntəqədə axşamdır, filan məntəqədə saat neçə olar? Yəni axşamdır, axşam saat neçə deməkdir? Bunu bilməlisiniz ki, səhər 6:00 deməkdir. Günorta 12:00 deməkdir. Axşam 18:00 deməkdir. Və gecə yarı 00:00 deməkdir. Yəni bunu yaxşı olardı ki, qeyd edəsiniz özünüz, çünki unutmayasınız. Bir də tarixin dəyişmə məsələsi var. Siz tarixi 2 halda dəyişə bilərsiniz. Yəni tarix dəyişmək deyəndə, yəni ki, başa düşürsünüz də nə demək istəyirəm. Məsələn, bugün deyək ki, 25 avqustdur. Başqa bir, yəni yer kürəsində başqa bir məntəqədə bəlkə də 24 avqustdur. Bu tarix dəyişmə məsələsi necə olur? Çox asan. Baxın. Birinci halda əgər saat 00:00 keçərsə, burada bir şey yoxdur. Deyək ki, 2 məntəqəmizi qeyd etdik. Bu məntəqələrdən deyək ki, biri yerləşsin 20 dərəcə şərq uzunluğunda, digəri isə yerləşsin, məsələn, 110 dərəcə şərq uzunluğunda. Burada saat 22:00-dur. Burada ayın tarixini də yazaq. Məsələn, deyək ki, 20 avqust olsun. Məsələn. Yaxşı, bəs 110 dərəcə şərq uzunluğunda saat neçədir və ayın neçəsidir? Gəlin, bunların yerli vaxtını hesablayaq təbii ki. Yerli vaxtda 110 şərq uzunluğu ilə 20 şərq uzunluğu arasındakı fərqi hesablamalıyıq. Bunun üçün də nə edirik? İkisi də şərqdədir, ikisi də şərqdədirsə, aralarındakı fərqi hesablamaq üçün toplamaq lazımdır. 110-un üzərinə, doğrusu toplamaq nə idi? Çıxmaq lazımdır. 110-dan çıxırıq 20 dərəcəni. Fərqli yarım kürələrdə olanda aralarındakı fərqi tapmaq üçün toplayırıq. Eyni yarım kürədədirsə fərqi tapmaq üçün çıxırıq. Bu edir bizim üçün 90 dərəcə. Yəni, çox da gözəl rəqam alındı. 90 dərəcə. Bu arada qeyd etmədiyim ikinci üsul var idi. Bayaq deyəcəkdim onu. Elə burada deyim. Bir var dəqiqəyə birbaşa çevirmək. Sonra o dəqiqəyi saata və dəqiqəyə çevirmək. Yəni, böyük bir dəqiqədən söhbət gedir. Bir də var, birbaşa saata və dəqiqəyə çevirmək. Məsələn, 90 dərəcənin siz əslində neçə saat olduğunu bilirsiniz də. Niyə onu təkrar 4-ə vurub 60-a bölməyə çalışırsınız ki? 90, 1 saat 15 dərəcədir də. 90-ın içində neçənin 15 var? 6. Demək 6 saat fərq var. Yəni bu 95 dərəcə olsaydı da eyni şeydir. 90-ı bölərdiniz 15-ə, edərdi 4. 4 saat. O 5 dərəcə, yəni qalığı da dəqiqəyə çevirə bilərsiniz də. Məsələn, 5 dərəcə neçə dəqiqədir ki? 20 dəqiqə. Olardı 6 saat 20 dəqiqə. Yəni bu üsuldan da istifadə edə bilərsiniz. Nəysə,
Aralarında 6 saat var və mən şərqə doğru gedirəm. Deməli toplamalıyam. Amma burada bir nüans yaranır. 22:00-nun üzərinə 6 saat gəlsən olacaq 28:00. Elə bir saat yoxdur. Deməli, axşam saat 10-dur da. Gecə yarısını keçib. 22:00-dan 2 saat sonra gecə yarısıdır. Yəni 00:00. Yəni bu 6-nın ikisi getdi. Qaldı orada 4 saat. Hə, burada da saat 4:00-dır, amma ayın tarixi olacaq 21 avqust. Tərsi də ola bilərdi. Məsələn, siz 4:00-dan 6 saata çıxmalı da ola bilərdiniz. Yəni eyni şəkildə günü bir gün geri çəkərdiniz. Yəni bu belə hesablanılır. Bir də beynəlxalq tarix dəyişmə xətti məsələsi var. O xətti keçəndə fərqi yoxdur, saatı necə dəyişdirirsiniz. Gün dəyişir. Qərb yarımkürəsindən şərq yarımkürəsinə keçilirsə, gün dəyişir. Baxın, bu beynəlxalq tarix dəyişmə xəttidir və 180 dərəcəlik meridiandan keçir. Bildiyiniz kimi, bura şərq yarımkürəsidir. Burada qərb yarımkürəsidir. Və bu da olsun, əslində düz bir xətt deyil, amma biz yenə də onu 180 dərəcəlik meridian olaraq yadda saxlasaq daha yaxşı olar. Məsələ də bu şəkildə. Amma normalda özü tam olaraq 180 dərəcəlik meridianı əhatə etmir. Deməli, əgər siz 180 dərəcəlik meridianda, məsələn, qərbdən şərqə keçirsinizsə, tarix olaraq bir gün əslində çox maraqlı. Təsəvvür edin, siz Alyaskadan keçirsiniz Rusiyaya və gün 1 saat irəli, yəni gələcəyə gedirsiniz. Və yaxud da tam tərsi, Rusiyadan gedirsiniz ABŞ-yə, təyyarə ilə, məsələn, təyyarə ilə uçdunuz, getdiniz bura. Və görürsünüz ki, burada zaman 1 saat geridir. Qısaca yadda saxlayın ki, şərqdən qərbə keçəndə, bir gün daha doğrusu, saat deyirəm bəyə bir gün geri gedirsiniz şərqdən qərbə keçəndə. Qərbdən şərqə keçəndə isə bir gün irəli gedəcəksiniz. İndi gəlin bunu bir də məsələdə tətbiq edək. Məsələ üzümdən yazıram. Bu olsun deyək ki, 180 dərəcəlik meridian. Unutmayın, bura 180 dərəcəlik meridianırsa tərsi nə olur? Yəni bu tərəf qərb yarımkürəsi olur, bu tərəf şərq. Bunu unutmayın. Çünki tərsdən baxırsınız, yəni yer kürəsinin o tərəfinə artıq keçirsiniz. Deməli, bu olsun deyək ki, 130 dərəcə şərq uzunluğu. Bu tərəfdə deyək ki, olsun 170 dərəcə qərb uzunluğu. Hə, tamam. İndi 130 dərəcə şərq uzunluğunda tarixi yazaq, saatı yazaq. Saat olsun deyək ki, 10:00. Tarix də olsun məsələn 5 may. Məsələn. İndi gəlin qərb yarımkürəsində saatın neçə olduğunu və ayın neçəsi olduğunu tapaq, təbii ki də yerli vaxtla. Baxın uşaqlar, istiqamətimiz şərqə doğrudur. Mən demirəm biz şərq yarımkürəsinə keçirək, deyirəm, getdiyimiz istiqamət şərqə doğrudur. Yəni saatda irəli gedəcəyik. Amma qərb yarımkürəsinə keçdiyimiz üçün günü bir gün geri alacağıq. O da necə? 130 şərq uzunluğu və 170 qərb uzunluğu arasındakı məsafəyə, yəni götürüb bunu toplasaq çox böyük səhv etmiş olarsınız. Çünki böyük saat fərqi alırsınız. Amma əslində 130 şərq uzunluğu ilə 170 qərb uzunluğu bir-birinə yaxındır. Necə? 180 ilə 170 arasında 10 dərəcə, 130 ilə 180 dərəcə arasında da 50 dərəcə fərq var. Yəni toplamda 50 plus 10 dərəcə, 60 dərəcə fərq var. Tamam. Bu 60 dərəcəyə çevirək saata. 60 dərəcə neçə saatdır? 4 saat. Tamam. Burada 10:00 idisə, mən 10:00-un üzərinə gəlirəm 4 saatı. Bu da edəcək 14:00. Çox gözəl. Saat 2-dir. Amma qəribə deyil. Necə olur axı? Qərb yarımkürəsində zaman şərq yarımkürəsindən daha öndədir. Belə bir şey mümkündürmü? Xeyr deyil. Bəs problem nədədir? Gün bir gün geridir. Yəni burada tarix 4 may 14:00-dur. Bu belə. Yəni beynəlxalq tarix dəyişmə xəttində bu şəkildə yadda saxlayın. Qərbdən şərqə keçirsinizsə bir gün irəli gedəcəksiniz, şərqdən qərbə keçirsinizsə bir gün geri gedəcəksiniz mütləq şəkildə. İndi gəlin müxtəlif tipdə məsələlər işləyək. Məsələn, belə bir məsələmiz var. Bakı şəhərində yerli vaxtla saat 11:00 olduqda 30 dərəcə qərb uzunluğunda yerləşən A məntəqəsində saat neçə olar? Bakı şəhəri harda yerləşir? Bakı şəhəri yerləşir 50 dərəcə şərq uzunluğunda. Burada saat nədir? Burada saat 11:00-dur. 30 dərəcə qərb, baxın 50 şərq idi deyə mən burada Greenwich çəkirəm ki, bilim. Yəni ilk vaxtlarda sxem çəkməyi məsləhət görürəm.
Və məndən nəyi istəyir? Məndən yerli vaxtı hesablamağı soruşur. Və mən qurşaq vaxtı ilə işləmirəm. Yerli vaxtsa biri şərq, biri qərb aralarındakı məsafəyi tapmaq üçün toplayırıq. Bu edir 80 dərəcə. Ardınca 80 dərəcəyi saata və dəqiqəyə çevirməliyik. Necə? Dediyim kimi ya 4-ə vurub 60-a bölərsiniz, ya da 15-ə bölüb sonra nə qədər qalıq qalarsa onu 4-ə vura bilərsiniz. Mən hər zaman ikinci yolda istifadə etmişəm, amma çox müəllimlər və abituriyentlər birinci yolu istifadə edir. Yəni, məsələn, mən 80 bölürəm 15-ə. Bu edir 5 saat, qalıq olur 5. Məsələn, qurşaq vaxtında normalda məsələn toxunmurduq, amma yerli vaxtsa mən bu 5-i də dəqiqəyə çevirməliyəm. 5-i vururam 4-ə, edir nə? 20 dəqiqə. Yəni 5 saat, 20 dəqiqə bunların arasında fərq var, düzdür? Mən hara gedirəm? Mən qərbə gedirəm. Yəni zamanda geri getməliyəm. Ona görə də 11:00-dan çıxıram 5:20-ni. Burada diqqətli olun, bəziləri 00:00-dan 20 çıxanda absurd edib 80 yazır. 80 deyil. Yəni bu 00:00-u mən buradan 1 saat götürəndə 60 dəqiqə, 60 dəqiqədən 20 dəqiqə çıxanda 40 dəqiqə. Gördüyünüz kimi. 10 saatdan da 5 saat çıxanda 5:40. Demək burada saat neçədir? Burada saat 5:40-dır. İkinci məsələ, 25 dərəcə şərq uzunluğunda yerli vaxtda saat 12:00 olduqda, yerli saatın 10 olduğu məntəqə ilə Bakı arasında nə qədər zaman fərqi var? Öncəliklə mən saatın 10 olduğu məntəqəyi tapmalıyam. Nə var mənim əlimdə? 25 dərəcə şərq uzunluğu var. Burada saat neçədir? 12:00. Yerli vaxtın 10:00 olduğu məntəqə burada yerləşir. Bilmirəm hansı məntəqədir. Bir də burada bizim bir Bakımız var. Hətta Bakıdakı saatı da bu dəqiqə tapa bilərəm. 50 dərəcə, amma ehtiyacım yoxdur. Birinci öz məntəqəmizi tapaq. 10:00 ilə 12:00 arasında 2 saat vaxt fərqi var, düzdür? 2 saat neçə dərəcədir? 2 vururam 15-ə, eləyir 30 dərəcə. Tamam, 2 saat 30 dərəcədir. 25 şərq uzunluğundan 30 dərəcə qərbə gedirəm. Şərdəyəm, qərbə doğru gedirəm. Yəni çıxacam 25-dən, çıxacam 30-u. Bu da eləyəcəm -5 dərəcə. Bu nə deməkdir? Yəni 5 dərəcə qərb uzunluğu. Bakı ilə arasındakı yerli vaxt. İndi mən Bakının saatını hesablamaq məcburiyyətində deyiləm. Yəni 5 dərəcə qərb uzunluğu ilə 50 dərəcə şərq uzunluğu arasında neçə dərəcə var? 50 + 5 bərabərdir 55 dərəcə. 55 dərəcə var, tamam. 55 dərəcə çevirirəm saata və dəqiqəyə. Böldüm 15-ə. 55-i 15-ə böləndə 3 qalıq 10. Qalıq 10-u da dəqiqəyə çevirirəm, yəni vururam 4-ə, edir 40 dəqiqə. 3 saat 40 dəqiqə. Cavab olacaq 3:40. Bakıda yerli vaxtla 14:30-da uçan təyyarə 9 saatdan sonra Vaşinqtonda yerə enərkən orada yerli vaxtı təyin edin. Bu çox maraqlı bir məsələdir. Deməli, Bakı, yəni 50 dərəcə şərq uzunluğunda saat 14:30-dur. Və təyyarə buradan qalxdı. Təyyarə qalxdı, gəldi, indi Vaşinqton şəhərinə. Yəni bu Bakıdır, bu da Vaşinqton şəhəridir. Vaşinqton isə yerləşir 77 qərb uzunluğunda. Yəni, yuxarıda yazın. Öncəliklə mən bilmək istəyirəm ki, təyyarə Bakıdan uçanda o zaman Vaşinqtonda saat neçə idi? Yəni aralarındakı vaxt fərqi. Biri şərqdir, biri qərb. Toplayaq. 77-nin üzərinə gəlirəm 50. Bu eləcə 127 dərəcə. Daha sonra 127 dərəcəyə saata və dəqiqəyə çevirirəm. Bölürəm 15-ə, 8 qalıq 7. 7 dərəcəyi də ki 4-ə vuraraq neçə dəqiqə olduğunu hesablayıram. 28. Deməli, 8 saat, 28 dəqiqə bunların arasında vaxt fərqi var. Və Vaşinqton daha geridədir. Düzdür, tamam, 14:30-dan çıxıram, 8, 28-i. Bu da edəcək, demək, 6 saat 2 dəqiqə. Deməli, Bakıda saat 14:30 olanda, Vaşinqtonda saat neçə idi? 6:02 idi. Niyə idi? Çünki təyyarə çıxanda Vaşinqtonda saat 6:02 idi. Yəni Bakıdan təyyarə çıxanda Vaşinqtonda saat 6:02 idi. Amma bu təyyarə də ki, işıq sürəti ilə getmir təbii ki. Bir 9 saatdan sonra gəlib çatır Vaşinqtona. Yəni 9 saat keçib üzərinə 9 əlavə etməliyik. 6:02-nin üzərinə 9 saat əlavə edirik. Bu da edəcək 15:02. Yəni təyyarə Vaşinqtona 15:02-də gəlib çatacaq. Məsələ 4-ə baxırıq. 7 və 11-ci saat qurşaqlarının orta meridianları arasında ən az dərəcə fərqi nə qədərdir? Əslində maraqlı bir sualdır. Çoxsu götürür, 9-dan 7 çıxır. Deyir ki, 2 saat. O da ki, 30 dərəcə. Elə bir şey yoxdur uşaqlar. Baxın, 7-ci saat qurşağı, yəni orta meridianı, məsələn, 7 dəfə 15 neçə, 75 dərəcə şərq uzunluğu. Bu, bunun orta meridianıdır.
9-cu saat qurşağının orta meridianı isə 9 vurulsun 15, 135 səhv etmirəmsə, hə, 135. Yəni, sizin bu iki enliyin arasındakı fərqi hesablamış olursunuz. Amma bu saat qurşağının sadəcə ortasıdır. Bunun, yəni 7-ci saat qurşağının, 7 deyil bu, 75 şərq uzunluğu 7 deyil. 5 başa düşmüşəm. 105 dərəcə şərq uzunluğudur. Bir faciə olacaqdı, az qalmışdı. Hə, 105 şərq uzunluğu, 135 şərq uzunluğu bu qurşaqların orta meridianlarıdır. Amma bunların, məsələn, 7-nin şərq sərhəddi ilə 9-un qərb sərhəddi axı yaxındır bir-birinə, düz deyil, hə. Burada, baxın, 7-10-5 dərəcə fərq var. Heç hesablamıram ha, burada da bir 7-10-5 dərəcə fərq var. Yəni, əslində aralarındakı fərq, orta meridianların arasındakı fərqi tapsam, 10-15 dərəcə daha az fərq var bunların arasında. Amma başınızı çox da qarışdırmayayım, elə hesablaya da bilərəm. Biraz yaxınlaşdırım. 7-ci saat qurşağının şərq sərhəddi hardan keçəcək? Üzərinə 7-15 gəndə 112,5. 9-cu saat qurşağının qərb sərhəddi. Bundan isə 7-15-i çıxaram. 7-15 çıxanda nə qalacaq? 127,5. Düz hesabladım. Bəli. 112,5, 127,5 bunların sərhədləridir. İndi aralarındakı məsafə hesablayaq da, yəni 127,5-dən gəlin çıxaq 112,5. Yəni qısaca 127-dən 112 çıxanda nə qalır? 15 dərəcə. Yəni cəmi bunların arasında 15 dərəcə fərq var, 30 dərəcə fərq yoxdur. 160 şərq uzunluğunda bir yan var, 15:00-dur. Baxın, 145, 160 şərq, 180 dərəcəlik meridianla necə də yaxındırlar. Onu da yazaq. 180 dərəcəlik meridian. Bu tərəfdə olacaq 145 qərb uzunluğu, bu tərəfdə olacaq 160 şərq uzunluğu. Gəlin indi hesablayaq. 160 şərq uzunluğunda bir yan var. Saat 15:00-dur. 145 qərb uzunluğu üçün bunu hesablamaq lazımdır. 160 ilə 180 arasında 20 dərəcə, 180 ilə 145 arasında 35 dərəcə fərq var. Toplayaq, yəni 20-nin üzərinə gələk 35-i, eləyəcək 55 dərəcə. Ardıca 55 dərəcəni gəlin birinci metodla hesablayaq. 55-i vuraq 4-ə, 20, 200, 220. 220 dəqiqə. Bunu da saata və dəqiqəyə çevirək. 220-ni bölürəm 60-a. Bu edəcək deməli 220 içində 180 60-a bölünür 3 dəfə. Nə qədər orada qalıq qalır? 40 dəqiqə. Yəni qısaca 3 saat 40 dəqiqə bunların arasında fərq var. Təbii ki, mənim getdiyim istiqamət şərqə doğru olduğu üçün 15:00-ın üzərinə 3:40-ı gəlməliyəm. Bu edəcək 18:40. Deməli, burada saat 18:40-dır. Amma siz nəzərə almalısınız ki, mən hardan keçdim? Mən 180 dərəcəlik meridiandan keçdim. Deməli, burada bir gün geri gedirəm. Burada tarix olur 31 dekabr. Nəinki bir gün, hətta bir il geri getmişəm. Məsələ 6. 35 dərəcə şərq uzunluğunda 19 may saat 20:00-dur. 120 şərq uzunluğunda gün və saat neçədir? Baxaq. Buna bənzər deyərsən, elə bayaq həll etdiyim idi. Amma bilmirəm, rəqəmlər tam olaraq elə idimi, yoxsa yox. 22:00. Yəni, eyni şey. 35 şərq uzunluğu ilə 120 şərq uzunluğunun fərqini tapaq. 120-dən çıxaq 35. Bu eləcə 85 dərəcə. Ardıca 85 dərəcə neçə saat, neçədir? Baxın, 85 dərəcə çox asan. İçində bir dənə 60 var da, düzdür. Daha doğrusu üzrsən, bölək 15-ə, 85-i bölək 15-ə, tələsməyəm. 15-ə böləndə eləyəcək bu 7 saat, 5 saat 10 dərəcə. 5 saat qalıq 10 dərəcədir. Onu da vuraq 4-ə 40 dəqiqə. 5 saat 40 dəqiqə. 22:00-ın üzərinə 5 saat 40 dəqiqə gəlirik. Necə gələrik? 2 saat gedər o tərəfə. Olar 00:00. Nə qədər qaldı orada? 3 saat 40 dəqiqə. Deməli, burada 3 saat 40 dəqiqə. Burada tarix 19 maydırsa, burada tarix 20 may olacaq. Və 7-ci sualda baxırıq, sonuncu sualımızdır. Deyir, 25 qərb uzunluğu və 87 şərq uzunluğu arasında qurşaq vaxt fərqi nə qədərdir? İkisini də yerləşdiyi saat qurşağını tapırıq. 25 qərb uzunluğudur. Bunu öncəliklə nəzərə alın. Bölürük bunu 15-ə. Bir dəfə bölünür, qalıq qalır 10. Qalıq 7-15-dən böyük olduğu üçün birin üzərinə 1 əlavə edirik 2. Qərb yarım kürəsi olduğu üçün 24-dən 2-yə çıxırıq, edir 22. Bu yerləşir 22-ci saat qurşağında. İkincisi, 87 şərq uzunluğu. 87 bölürük 15-ə. Neçə dəfə bölünəcək bu? 90 deyilsə
6 deyil, 5. Amma qalıq böyükdür, 12. Ona görə 5-in üzərinə 1 əlavə edirik, 6. Bu isə yerləşir 6-cı saat qurşağında. İndi mən desəm ki, hə, biri 6-dır, biri 22-dir. Çox gözəl də, 22-dən çıxıram 6-nı. Və cavabda da yazıram ki, əla, bunların arasında 16 saat qurşaq vaxt fərqi var. Belə bir şey yoxdur uşaqlar. İki məntəqə arasındakı vaxt fərqi 12 saatdan çox ola bilməz. Ona görə də 24-dən çıxıram 16, eləyir 8. Yəni əslində belə düşünün də, yer kürə formasında deyil. Məntəqənin biri buradadır, biri burada. Hə, bu tərəfdən onların arasında 16 saat fərq var. Amma siz nəzərə alın ki, bu tərəfdən də axı 24 saatdır axı. 8 saatda bu tərəfdə fərq vardı. Əslində çox da bir şey deyil. Çətin. Niyə çıxırıq 24-dən? O qədər də yəni qəliz bir şey deyil. Çəkdim, göstərdim. Hə. Bu da belə. Video biraz çox uzun oldu. Yəni bu mövzuya görə məncə 10 dəqiqəyə də izah eləmək olardı. Amma mən sadəcə istədim ki, siz bütün məsələ tiplərini başa düşəsiniz və hər tipdə olan məsələləri işləməyi bacarırsınız. Təbii ki, mən demirəm ki, bütün məsələləri izah etdim. Hə, bunlar çıxacaq qarşınıza, xeyr. Amma ən azından yəni məsələ elə bir şeydir ki, siz ora özünüzdən nəsə qatmalısınız. Bəzən mənim də elə məsələ qarşıma çıxır ki, mən onu heç işləməmişəm. Amma siz orada artıq öz bildiklərinizi istifadə edib o məsələyi həll etməlisiniz. Yəni müəllimlər sizə bütün məsələ tiplərini əslində izah etməməlidirlər. Siz öz başınızı işlətməlisiniz uşaqlar. Bu belə. Nəsə fikirləriniz varsa, iradlarınız varsa, rəy bölməsində mütləq şəkildə bildirin. Hansı mövzuyu geniş və ətraflı izah etməyimi istəyirsinizsə, bunu da rəy bölməsində yaza bilərsiniz. Təbii ki, məni dəstəkləmək üçün videonu bəyənib kanala abunə olmağı unutmayın.